Sizler kimdən tanırsınız? Sən nerede tanırsınız? Sen nedir? Aylin. Sen nedir? Murat. Bizim bu mövzunu araşdırmağa sövq edən əsas amil gündəlik həyatımızda qarşılaşdırdığımız xaç problemidir və xüsusilə bizim məktəb şəhərin mərkəzində yerləşdiyi üçün bu xacla tez-tez rastlaşır. Xacdakı nəqliyyatın lənc hərəkəti davamlı olaraq gecikmələr bizim diqqətimizi cəlb edir. Düşündük ki, bu xaç təkcə yol nəqliyyatında yolun daralması ilə bağlıdır, yoxsa sürücülərin məsafəni düzgün saxlamaması ilə. Belə müşahidə etdik ki, maşınlar arasında bir-birinin gözləməməsi, onların bir-bir zolağına daxil olması səbəbindən tıxaclar baş verir. Və tıxacı şəbəkəsinin istifadə tələbinin artması nəticəsində avtomobillər həddən çox sürətin yavaşlaması və geriyə doğru yığıntılar yaranır.